Yalanla cəmaata tərifləyib soxuşdurursunuz. Ay kim maşını belə, ay elə. Baxıram bu Kitay maşınına, sən canım. Bunun altında bir şey yoxdur ki, qardaş. Bunu baxıram, bu nə bamperin, nə zaşitası var. Bir dənə nazik dəmiri qoyublar yalanla. Buna bax, buna bax, buna bax. Bütün bu bunu şeysən buna bax. Arkadaş, bunun nə zaşitası var, nə bir şey var. Gətirib akkumulyatorda qoyurlar lap alta. Bunun heç nəyi yoxdur. Yalanla cəmaata tərifləyib soxuşdurursunuz. Ay kim maşını belə, ay elə. Qardaş, vallahi heç nəyi yoxdur. Bu ölüm mənbəyidir. Bu maşın sürəndə gedib bronjilet kaskaza başına taxasan. Güdəki molla ilə danışasan ki, mənə bir şey olanda tez bazar mən Fatihəmi ver çıxsın geçsin. Valla bu sədərəkdə elə bir ki, uşaq maşınlar satılır, 400-500 manada. Valla onunla, bununla möhkəmdir demək olar. Bu nədir baba? Bunun heç nəyə yoxdur. Ay, valla o Keşkanın zadı bəyənmirlər Mercedes. Mercedes hara, bu hara. Onun da olan şey, bu maşın qardaş, ölüm mənbəyidir. Valla qorxuludur. Buna bax. Bunu akkumulyator gətirib oraya qoyur. Yaxşı, bu 6 dəyidib, 4000-5000 qabağa düşürsən. Heç nəyə yoxdur. Buna bax. Heç nə. Lümbələmlüt. Heç nəyə yoxdur. Valla gedin ondan sonra Koreyanzadan maşınını alın. Bilirsiniz ki, maşın süzür. Ay, benzin yandı. Maşın benzin yiyəcək də. Bəhməz yeməyəcək ya. Bu yesin də. Amma bilsən ki, keyfiyyət baxımından səni yolda qoymuyor. Yalandan o cıncıq-mıncıq monitorunda görə boyda pul verməyin adı yoxdur. Valla mən şəxsən vermənəm belə şeylərə pul. 20 min özümə maşın alaram da normal. Amma heç kim deməsin ki, ay nə bilim Koreya maşın deyil. Ay Keşka köhnədir, nə olsun köhnədir. Onun keyfiyyəti ilə bunun keyfiyyətini sürənlər yaxşı bilirlər.